Hal-hazırda Quba rayonundayım. Yaşıl bağlar bağlarında, yəni bu bizim Azərbaycanımızın ən böyük bağlarından biridir. Burada bir sıra yəni mövsüm meyvələri yetişdirilir. Sizin dükandan aldığınız həmən o gözəl nektarinlər, qaysılar, sonra şəftəlilər, almalar. Yəni bunlar çoxu hamısı bax bu ərazilərdə burada yetişdirilir. Həmçində sözsüz ki, ixrac da olunur yaxın ölkələrə. Bax bu arxada gördüyünüz bax o xüsusi bax belə plastikdən olan qurğular, məncələ onlar bin deyəsən adlanır. Sən demə, hələ bu Yaşıl Bağlar şirkəti özləri bunu istehsal edirlər. Hətta digər şirkətlərə də bunun satışını təmin edirlər. Meyvələri bax yığmaq üçün binlərin, baxın yuma prosesi bax bu cür gedir. Ümumiyyətlə vurğulamaq istəyirəm ki, bax bu dəqiqə bu Yaşıl Bağlar ərazisindəyəm. Yəni ki, burada bütün infrastruktur çox yüksək bir səviyyədə qurulub. Fikir verin, təmizliyə, yəni səliqəyə, səxmana. İnanın, mən elə bir anlıq özümü zənn etdim ki, bəlkə də hansısa bir Avropa dövlətindəyəm. Deyəsən, inşallah lap az qalıb, biz də çatırıq onlara. İndi ambarın içindəyəm. Bəh, bir sərinlik var buradakı istidən sonra. Baxın, bax bu zalda konkret olaraq gilaslar ayrılırlar. Yəni ki, bax görürsünüz bu arxa hissədə xanımlar oturub işləyirlər. Yəni xırdanı böyüyündən ayırma prosesi gedir. Sözsüz ki, hər növ gilasın da öz müəyyən qiyməti var. Nə qədər böyük olsa, o qədər də o, yəni ki, qiyməti də böyük olur. Bəh, neymətlərə baxın. Baxın, görün necə ləzzətli gilaslar var. Canayca. Baxın. Ah, gözəl. Birə-bir Yaşıl Bağların məhsulu. Baxın, bax, indi mən daxil oluram, bax, birbaşa bu gilas bağlarına. Bax, fikir verin. Görürsünüz, bax, bu cürlə gilaslar bitir bu Yaşıl Bağlarda. Əslində biz bura gəlmişik bir işgüzar səfər ilə. Yəni ki, bizdə Agromotor şirkətində müxtəlif cür bağlara məxsus olan avadanlıqlarımız var. Yəni kotandan tutmuş hər bir şey. Forklift, traktor, ümumiyyətlə o cürəbəcürdə, yəni hər şeyimiz var. Ona görə bax, bunu mütləq nəzərinizdə saxlayın. Və ya da ki, bax bu bağdan, Yaşıl Bağdan bizim reportajımız bitir, keçirik indi başqa bağa. Doğrudan da bura mənə çox ləzzət elədi. Buranın yəni işin, təşkilatı, səliqəsi, səxmanı qəlbdən qəlbə, Qubadan, Yaşıl Bağdan, Yaşıl Bağlardan.